Sosial şəbəkələrdə vətəndaşların, xüsusən də aktivistlərin, xüsusən ictimai tanınmış adamların bu və ya digər formada hökumətin düzgün olmayan siyasətini tənqid etdiyinə görə təqib və təzyiqlərə məruz qalması Azərbaycan Respublikasının konstitusiyasına birbaşa olaraq ziddir. Konstitusiyanın 47-ci maddəsində hər bir vətəndaşa fikir və söz azadlığı verir. Konstitusiyanın 50-ci maddəsində hər bir vətəndaş məlumat azadlığına malikdir. Bundan sabah 2005-ci ilin dekabr ayında məlumat əldə etmək və ötürməklə Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir. Vətəndaşa hüquq verilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı və qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyası, Beynəlxalq İnsan Hüquqları Bəyannaməsi, eyni zamanda mülki və siyasi hüquqlar haqqında Beynəlxalq paktla Azərbaycan Respublikası birbaşa öhdəlik götürmüşdür ki, vətəndaşa fikir azadlığı, sərbəst ifadə etməkdə heç bir senzura tətbiq etməyəcək. Amma bu günləri ictimai televiziya, hansı ki vətəndaşların birbaşa olaraq öz qarşılaşdığı problemləri ictimailəşdirmə, ictimaiyyətləşdirməyə yönəlik bir televiziyadır, vətəndaşların, sadə vətəndaşın üzünə bağlıdır. Sadə vətəndaş Facebookda və yaxud da ki, hər hansı bir sosial şəbəkədə tənqidi bir fikrinə görə o saat nəzarət altına götürülür. Daxili İşlər Nazirliyinin xüsusi şöbələri yaradılmışdır ki, hər bir rayonda sosial şəbəkələrə nəzarəti gücləndirmək, sosial şəbəkələrdə aktiv olan vətəndaşları nəzarət altına almaq, onların hardan internetə qoşulduğu, harda yaşadığı təyin edilmək, nəzarətə götürmək və yeri gələndə vətəndaşı dəvət edib bu və ya digər formada söhbət etmək, əgər davamlı olduğu halda onu inzibati qaydada həbs etmək bugünkü halda prioritetə çevrilmişdir və bu Daxili İşlər Nazirliyinin birbaşa hakimiyyət qarşısında hakimiyyətə xidmət edəcək bir formasına çevrilmişdir. Daxili İşlər Nazirliyi vətəndaşın xeyrinə çalışmaq əvəzinə, vətəndaşın təhlükəsizliyini qorumaq, əksinə vətəndaşın azad fikrinə görə, azad sözünə görə və haqlı tənqidlərinə görə vətəndaşa qarşı həbs qəti imkan tədbirlərinə çevrilir. Qeyd eləmək istəyirəm ki, mən dəfələrlə bu hallarla rastlaşmışam. Amma dəfələrlə mən polis idarəsində çağırılmışam və mən birbaşa Binəqədi rayon polis idarəsində rəislə görüşdüyüm halda həmin idarədə deməli xüsusi bir adam gəldi və o da polis işçilərindən biri idi və başladı orada mənim bu və digər postlarımı ortaya qoymağa, hansılar ki, hakimiyyətin düzgün olmayan siyasət tənqid olunmuşdur. Bunlar hamısı deməli nəzarətə götürülmüşdü. Qeyd olunmuşdu ki, filan tarixdə filan söz demişəm, filan vaxtda filan postu yazmışam, filan vaxtda filan şeylər eləmişəm və bu birbaşa polisin işi deyildir. Bu polisin işi deyildir və vətəndaşa qarşı bu cürə rəftar qanunsuz hərəkətlərdir. Vətəndaşın hüquqları qorunmaq əvəzinə, əksinə mövcud hakimiyyət və mövcud hakimiyyətin strukturları bütün rıçaqlardan istifadə edərək vətəndaşın susturulmasına və cəmiyyətdə olan qanunsuz hərəkətlərin ictimailəşdirməsinə qadağalar qoyur, məhdudiyyətlər tətbiq edir. Əslində bu qanunsuzluqlar ictimailəşdirilməlidir və ictimai nəzarət ölkədə güclü hala çevrilməlidir. Və eyni zamanda mən Azərbaycan vətəndaşlarına özümü tutaraq qeyd edirəm ki, Azərbaycanda nə qədər fəallıq eləsəniz, Azərbaycana nə qədər sahib çıxsanız, Azərbaycan o qədər sizindir. Azərbaycanda mən qırağa durum, mən bu yükün altına girməyim, bu halda İlham Əliyevə, Mehriban Əliyevə Azərbaycana daha çox yiyələnəcək və daha çox istismara yol verəcək. Təbii sərvətlərimi xalqa məxsus olduğu halda mövcud hakimiyyət tərəfindən, mövcud hakimiyyət ailə tərəfindən vəhşicəsinə istismar olunur, vəhşicəsinə dağıdılır və biz bir də ayılacağıq ki, Azərbaycanın sərvətləri heç Azərbaycanın xalqına çatmayacaq. Buna görə Azərbaycan xalqının ictimai fəalları heç də ruhdan düşünməyə, daha da əzmkarcasına mübarizə aparmağa, mövcud hakimiyyəti tənqid və yeri gəldikdə isə küçələrə çıxıb etiraz aksiyalarına dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.